Sabahınız xeyir. Bu günlərin bizim burada 3-cü sabahımızdır. Və qeyd edeyim ki, hələ də samolyotdan bir xəbər yoxdur. Yəni ləğv olunmuyor, amma ki bu gün içində xəbər verəcəklər. Çünki bütün reyslər normalda ləğv olunub. Görə başımızda nə gəlir? İnsan yəni bu qədər unutqan ola bilərmi? Səncə? Telefonun da adam, yəni indi də bu şəkildə bütün dünyanı gezir. Burada heç nə telefon soyduruq, yəni iPhone işlədənlər bilir. Telefon isti dərəcəsini aşan kimi dayanır. İndi də gün 3-dən gedirik başqa bir mola. Sizə paylaşacağım nə var, nə yox deyə. Dubayda day to day adlandırılan mağazalar var. Burada qiymətlər çox uyğundur. Bizim sədərə kimi deyə bilərik ən azından. Xırda hədiyyəliklər almaq istəsəz buradan ala bilərsiniz. Mən hardasa 100 manatlıq, 110 manatlıq bir şeylər aldım. Maraqlı yiyəcəklər, Dubay şokoladları. Dubay şokoladının dadı pis deyil, amma evə gələnə kimi ərimişdi artıq. Çipslər, Rolton falan, mən belə şeylər bilirsiniz ki, maraqlıyam. Hətta bu paçkanı göstərirəm sizə ki, Pringles'ı, yəni Lay'si 3 başqasına 10 manat almışam. Sprite'lar almışam fərqli dadlı olduğuna görə. Belə bir mentoslar almışam, mini mentoslar kimi. Və burada pastellər falan da çox endirimdə dedim alım. Üçlü dəsti. Hardasa 10 manat, 7 manat falan. Belə bir şey almışdım. Dadı çox gözəl idi. 3 manat 50 qəpiyə. Sonra günün davamında Batu Mall'a getdik. Və burada da bəzi alış-verişlər elədim mən. İndi sizə onları da göstərəcəm. Qiymətləri həqiqətən də burada da çox münasib idi. Baxın, bu Catric'in falan kanalları burada 15 manat, 16 manatdır. 16.50. Azərbaycandan səfərləməsəm bu millidə olan daha bahadır. Catric'in kanalı ilə konsilerini götürdüm. Konsiler harasa 7 manat falan idi. Tanani'də 16.50. Gördüyünüz kimi özünə bazarlıq eləyir. Mən də burada nəsə almışam, göstərərəm sizə. Şika şəkli var. Neçə almışsınız? 49 dirhəm. 25 manat başlayır. Bəbəkini aldım. Bəbəşimə biri. Baxın, nə qəzbədir. Hızlanır. Bu gördüyünüz yer tamamilə bağlı məkandır, amma havanı bu şəkildə göyü bağlayıblar. Çox gözəl görünür. Bundan sonra gəldik Carrefour'a. Carrefour'da böyük bir marketdir. Hətta burada yastıq üzləri 70 qəpiyə düşmüş. Gördüyünüz kimi burada qırğın gedirdi yastıq üzləri üstündə. Yenə də buradan da alış-veriş elədik. Təzədən qayıtdıq otelə.